Həmçinin suallardan biri odur ki, yenə də Ramazana yaxınlaşırıq. Sual verir ki, Ramazan gəlir və dövlət artıq vaxtı təyin edib. Birdən bizə yaxın ölkələrdə, yoxsa nəsə başqa ölkədə tez və yaxud da gec başlasa Ramazan, biz hansı mövqeyi tutarıq? Elhamdülillah, biz həmişə kimi elə öz ölkəmizlə gedəcəyik bu məsələdə də. Öz ölkəmizlə. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem deyib ki, cəmaatla tutun, cəmaatla açın, cəmaatla qurbanınızı kəsin. Yəni yaşadığın yerlə. Biz buranın gelirik ölkəmizlə. Düzdür. Yaxşı olardı ki, həm də bizdə rəsədxana var. Yaxşı olardı ki, məsələn, 28-dən 29-a keçən gecədə, məsələn, geçsin bir neçə nəfər etibarlı, məsul insanlardan göndərin. Rəsədxanaya baxsınlar, onlar bilirlər təxminən hardan çıxacaq və s. Baxmayaraq, qabaq günəşin, ayın gedişatından ulduzların. Onlar bir neçə il qabaq da deyə bilərlər. Amma dini cəhətdən gərək görəsən. Ona görə yaxşı olar, geçsinlər hər tərəfdən. Baxsınlar, əgər görsələr ki, sabah artıq Ramazanın biridir, axşam xəbərlərində elan olsun ki, görsəndi Azərbaycanda, Azərbaycanın üfüqündə, səmasında. Sabah orucu. Yox, görsənməsə, necə elə görsənmədi, elan olsun ki, görünmədi, oruc birisi gündür. Əgər ki, belə olsa, müəyyən qüvvələr bundan istifadə eləməyəcək və cəmiyyətdə bölünmə baş verilməyəcək. Çünki bundan istifadə edənlər var. Biri hansı ölkəyə bağlıdır, biri hansı ölkəyə, biri harasa. Ona görə yəni, ölkəmizdən getmək lazımdır. Və məsələnin həlli ən gözəl həlli və ən rahat həlli və bunu etmək olar. Budur. Bununla biz, yəni, elə bil ki, böyük ixtilafın qabağını alacaq. Düzdür, narazılar olacaq yenə. Narazılar olacaq. Məsələn, deyəcəklər, əşikəyib o baxanlar o gün analiz kağızları göstərin onların qanı, hansı neçənci növdəndir qanı, 2 müsbətdir, 3 müsbətdir. Etiraz edənlər olacaq, o həmişə olacaq. O cəmiyyətdə olmamaq mümkün deyil. Lakin kütlə, ümumi kütlə artıq allatmaq olmayacaq, bəhanə eləyə bilməyəcəklər. Öz ölkəmizdən gedək. Biz artıq həmişə deyirik. Bəli.